dəyərli izləyicilər. Bura bir otel deyil, bura İsmayılının tam mərkəzində lüks bir villadır. 18 nəfərin rahat şəkildə qala biləcəyi bir villadır. Videonu sona qədər izləyin, tam ətraflı məlumatı sizə verəcəyik. Birinci mərtəbədən elə tanışlığa başlayırıq. Bura hol hissəsidir, yəni rahat əyləşib burada istirahət edə bilərsiniz. Televizor, pianino. Gəlin bir otaqlarla tanış olaq. Bura elə bir villadır ki, baxın, otaqda yaradılan şəraitə, təmizlik üst səviyyədə, hər otağın ayrıca ikili yataq dəsti tam olaraq var, kondisioner, rəflər və hətta xanımlar üçün hazırlaşmağa bir qüşədə yaradıblar və əsas məsələ hər otağın ayrıca özünün sanitar qovşağı və hamam otağı da var. Və biz davam edirik, digər otaqlarla sizə tanış edeyim. Burada eyni ilə belə bir böyük yataq otağıdır, bütün şərait. Burada da var, sanitar qovşaq, hamam otağı. Sizə deyim ki, iki otaqdan birində də rotor var, yəni internetdə qırılma deyə bir şey ola bilməz. Bütün ev isti döşəmədir və böyük otaqların hamısında da kondisioner var. Buralar balaca otaqlardır, yəni təkli yataqlar bura qoyublar. Buranı uşaq otağı kimi də istifadə eləmək olar. Yəni şərt deyil bura 18 nəfər birdən gəlsin. Bura siz 5 nəfər də gələ bilərsiniz, 10 nəfər də gələ bilərsiniz, 15 nəfər də gələ bilərsiniz. Korporativ yığıncaqlar üçün, korporativ, yəni rayon səyahəti üçün də ən münasib ev buradır. Yəni mən sizə buranı indi tam detallı göstərəcəm. Gəlin, məni izləyin. Bura mətbəx hissəsidir ki, bu evdə olan 3 mətbəxdən biridir bu. Birinci mərtəbədə olan və bütün şərait yaradılıb, bütün avadanlıqlarla da təchiz olunub. Yoxdur burada. Belə bir villadayıq biz hal-hazırda və biz sizlə davam eləyirik. Burada da bir otağımız var bizim. Bura ayrıca sanitar qovşaq və hamam və birinci mərtəbədəki son otaq. 2, 2, 4 və 2 dənə də böyük yataq otağı. Yəni ancaq elə birinci mərtəbədə 8-10 nəfər rahat şəkildə qala bilər. Və davam edirik ikinci mərtəbənə. Siz qalxın ikinci mərtəbəyə, mən də sizi izləyim. Hələ evin içi ilə tanış olandan sonra mən sizə həyəti və həyətdə yaradılmış o şəraiti göstərəcəm ki, siz dərhal buranı götürüb gəlib burada istirahət etmək istəyəcəksiniz. Bura böyük bir qonaq otağıdır. Divan, televizor istirahət eləmək üçün əlavə olaraq da 10 nəfərlik burada yemək masası da var və yenidən sizi yataq otaqlarından tanış eləyək. Bu dəfə mənsiz tanış olun. Hər bir şəraitlə təchiz olunursunuz. Yəni, bura gəldiyinizdə yataq dəstləridir, dəsmallardır. Hətta tərliklərə qədər hər kəs üçün individual olaraq hazırlanıb qoyulur. Yenə də deyirəm, bura otel deyil. Bura sadəcə olaraq lüks villadır. Davam eləyin, ikinci mərtəbənin də bura yenə də kiçik otaqdır. Buyurun, buyurun, burada baxın.
Və biz davam edirik. İkinci mərtəbədə sizə son yataq otağında göstərdik. Burada ikinci mərtəbədəki mətbəx. Eyni ilə aşağıda olduğu kimi bütün ləvazimatlarla və texnikayla təchiz olunub ki, siz bura gəlib istirahət etdiyiniz zaman nə edim, necə edim deməyəsiniz. Və biz evin içindən təqdimatımızı demək olar ki, yekunlaşdırmışıq. Sizə göstərmədiyimiz bircə eyvan qaldı. Eyvana da baxandan sonra biz çıxacağıq həyətə. Bizi izləyin, videonu dayandırmayın. Bu da İsmayıllı mənzərəsi. Düz İsmayıllın mərkəzində yerləşən bu villadan eyvanında da baxın, belə sizin üçün masa və oturacaqlar da hazırlanıb ki, siz gəlib rahat istirahətinizi edərkən ağlınız, fikriniz heç bir problemə qarışmasın. Sırf istirahət haqqında düşünəsiniz. Onun üçün də sizə burada hər bir şərait yaradılıb. İndi biz düşəcəyik həyət hissəsinə, həyətlə də sizi tanış eləyək, ondan sonra təqdimatımız yekunlaşacaq. Davam edirik təqdimatımızı. İndi də villanın həyət hissəsindən sizi tanış eləyəcəyik. İlk növbədə sizə yay mətbəxini göstərəcəm, daha sonra isə hovuzu. Bu yay mətbəxinin manqal zonasıdır. Yəni manqal, grill, soba, sac. Burada hər bir şərait var ki, siz rahat şəkildə kebabınızı da hazırlayasınız, steak da hazırlayasınız, ürəyiniz nə istəyir onu da eləyəsiniz. Samovarı da var və belə üstü dartmaq üçün boruları da var. Və biz keçirik. Bir dənə məsələni sizə göstərmədim. Buradan belə qapı açılır, buradan pişirirsiniz, buradan ötürürsünüz içəri. Belə bir. Yəni, buranın sahibi maksimum dərəcədə sizin rahatlığınız üçün şərait yaradıb. Və biz daxil oluruq yay mətbəxinə. Burada da gördüyünüz kimi 10 nəfərlikdir. Bunu da bitişdirmək olar və belə masalar və oturacaqlar burada çoxdur. Ona görə də yəni 18 nəfər rahat şəkildə burada yerləşə biləcək və burada üçüncü mətbəxdir ki, hər bir şərait yaradılıb. Burada da bütün lazımi ləvazimatlarla təchiz olunub və biz keçirik final olaraq isti hovuza. Gəlin. Qapalı, daima isti hovuz. Buranın digər evlərdən fərqli olan, digər hovuzlardan fərqli olan özəlliklərini danışmaq istəyirəm. İlk növbədə qapalı olmasıdır. İkincisi, burada ayrıca duş hazırlanılıb və buranın işığını ümumidən bağlamışdır. Və ayrıca hər kəs üçün individual dəsmalı, tərliyi ilə bir yerdə qardirob hazırlanıb. Əlavə olaraq da buralar təbii ki, indi çeyniki qulluq olunandan sonra bağlanılacaq. Hovuza girdiniz, çıxdınız, burada rahat əyləşib. İndi kim nə yemək və yaxud da içmək, və yaxud da çay içmək istəsə, onun üçün də burada şərait var və biz həyətin də sizə həcmini göstərim. Gəlin burada baxın. Ən az bu hissəsində 4 maşın rahat saxlaya bilir, ən az. Yəni, hətta çox da saxlaya bilər. Və 2 maşın da evin qarşısında. Yəni, 2 hissədən avtomobil üçün girişiniz də var.
Bura belə bir boş zonadır. Artıq voleybol oynamaq istəyirsiniz, nə eləmək istəyirsiniz, o sizə qalıb. Əgər ona vaxtınız qalsa təbii ki. Belə, dəyərli izləyicilər, sona qədər videonu izləyən hər kəsə təşəkkürümü bildirirəm. Kanala abunə olmağı unutmayın, rəylərinizi bildirin. Qiymətlə bağlı qeyd olunan nömrələrə zəng eləyib ətraflı məlumat ala bilərsiniz. Hər kəsə bol şans, növbəti təqdimatlarda görüşənədək.